Hər vaxtınız xeyir olsun dostlar. Yeni mövzuyla bugün qarşınızdayım. Heç fikir vermirsən, sən dəyişməyə başlayanda bəzi insanlar səndən uzaqlaşır. Niyə belə olur? Əslində bu təbii bir mərhələdir. Hər kəsin həyatında olub, mənim də olub, bu normaldır. Yəni İnsanlar sənin xüsusi bir modelə öyrəşiblər. Yəni bir obrazla öyrəşiblər ki, sən belə olmusan və artıq dəyişmirsən, belə olmamısan və səni elə qəbul eləmirlər. Ən acı tərəfi odur ki, səni məhz öz sevdiklərini elə qəbul etmir. Atan, anan, qardaşın, bacın. Yəni mən öz həyatımdan bir misal gətirim sizə. Mən bunu yaşamışam. Özüm dəyişməyə başlayanda gördüm ki, bəzi insanlar mənə əvvəl kimi davranmır. Çevrəm, anam, dedim. Sonra baxdım ki, əslində o vaxta görə təcrübəm az idi, yəni bu mənə qeyri-normal gəlirdi. Məsələn, çox normal həyatın bir qanunudur bu. Yəni sən belə olmalıdır deyirdi. Dedim, başa düşmürəm. Mən sizə görə yaşamıram mən bu həyatı. Mən mənə görə yaşayıram. Və mən istədiyim qərarları verirəm. Siz məni belə qəbul eləmirsinizsə, eləmək istəmirsinizsə, bu mənim problemim deyil. Bu artıq sizin probleminizdir. Düzdür, bunu sərt yox, daha mədəni yolla dedim. Zaten qəbul edən insan səni olduğu kimi qəbul edəcək. İstəməyəndə qəbul eləməyəcək. Yəni problemi özündə axtarma. Bunu demək istəyirəm. Yəni insanın həyatında dəyişmələr normal bir prosesdir və sadəcə insanlar istəyir ki, səni belə deyim də, sənə bir obraz verir, istəyir ki, səni elə görsün. Yəni onun öz dünya görüşündə sən beləsən. Misal üçün, anamın dünya görüşündə mən nə bilim, 30 yaşında mən xüsusi bir uğurum olmalıdır və yaxud da ki, evim olmalıdır. Min dənə şeydə, yəni onun beynində qurduğu mənim haqda obraz. Yəni, həyatda mən sizə nə məsləhət görürəm, əzizlərim? İnsan itirməkdən ümumiyyətlə qorxmayın. Mən ən böyük dərsim bu oldu. Çox insan mən itirdim. Məhz transformasiya dövrümdə 2025-ci ildə çox insan həyatından çıxdı, getdi. Eyvallah. Xoş getdilər, səfa apardılar. Peşmanam? Yox. Peşman deyiləm. Zərrə qədər peşman deyiləm. Məhz dəyişəndən sonra bunlar oldu hamısı. Videonun əslində qısa eləmək istəyirəm sizlər üçün. Amma istəyirəm ki, tam fikrimi çatdırım. Qoy bir dəfə qısa olsun. Əgər sən dəyişirsənsə və buna görə kimlərsə uzaqlaşırsa, bəlkə də sən heç nə itirmirsən. Bəlkə də həyatında yeni şey üçün yer açılır. Yəni bir insan gedirsə, bir qapı açılır, yeni bir həyat var. Ondan da yaxşı bir insan daxil olur. Həyata belə bir baxışla baxın. Ki, nəsə gedirsə, okey, eyvallah, geçsin, xoş apar. Deməli, yeni bir həyatında, yeni bir insan üçün yeni bir yer açılır. Bununla düşünürəm ki, tam olmasa da çatdırmışam fikrimi sizlərə. Bura qədər izlədinsə, bu videonu dostlarınla paylaş, sualları yaz, əziz dost, və səndən də
xahiş edərdim ki, bəyəndi düyməsini bas. Çünki YouTube başqa insanlara da göstərir videonu. Bəlkə kimsə faydalandı. Özünə yaxşı bax və növbəti videolarda görüşmək ümidi ilə. Sağ ol.